Hamiləlik dövründə süd vəzində əmələ gələn hansı dəyişikliklər təhlükəlidir və hansı hallarda həmin dəyişiklikləri biz həkimə göstərməliyik? Əziz xanımlar, hamiləlik dövründə süd vəzində əmələ gələn istənilən dəyişikliyi mütləq şəkildə həkiminizə, istər ginekoloqa, istər də mammoloqa bildirməlisiniz. Çünki bəzi hallarda hamiləlikdə olan, süd vəzində olan dəyişkənliklər ciddi xəstəlik, yəni süd vəzi xərçənginin də əlaməti ola bilər. Bəs hansı əlamətlər hamiləlik dövründə süd vəzində varsa, həkimə mütləq şəkildə bildirmək lazımdır. Birinci növbədə ələ dəyən kütlə varsa, süd vəzi dərisində portağal qabığı görüntüsü varsa, dəridə qızarıqlıq varsa, süd vəzi giləsi içəri batıbsa, gilədən ifrazat gəlirsə, xüsusilə də qanlı, ət suyuna bənzər qırmızımtıl ifrazat varsa, süd vəzi dərisində yara varsa, qolaltı nahiyənizdə böyük ölçülü və yaxud da hər hansı bir kütləni əlləyirsinizsə, bu zaman mütləq şəkildə həm öz ginekoloqunuza, həm də onkoloqa mütləq şəkildə görünməyiniz məsləhətdir. Çünki hamiləlik dövründə bir çox hallarda bu əlamətlər sırf hamiləliklə əlaqədar olan dəyişkənliklər olur. Yalnız az hallarda da olsa bu əlamətlər süd vəzi xərçənginin və eləcə də digər süd vəzinin xəstəliklərinin əlaməti ola bilər. Ona görə də hamiləlik dövründə süd vəzində olan istənilən dəyişiklikliyə mütləq şəkildə diqqətlə yanaşılmalıdır.